Hər kəsə salam. Yəni daha doğrusu yenidən salam. Uzun müddətdir artıq yenə də yox idik, çəkə bilmirdik. Fasilədən sonra yenə qərara gəldik ki, bir yerdə podkastımıza qaldığımız yerdən davam eləyək. Bugünkü mövzumuz isə bilmirəm siz baxmısınız ya baxmamısınız. Bizim mövzumuz isə son dövrlərdə Netflix-də yayımlanan mini bir serial var. Adolescence serialı. Bu biraz uşaq psixologiyası, daha doğrusu yeniyetmə psixologiyası üzərinə çəkilmiş bir filmdir. Biz bir yerdə baxdıq, çox maraqlı gəldi və baxandan da sonra düşündük ki, hər birimiz ayrı-ayrılıqda düşündük ki, bunu mütləq şəkildə izləyicilərimizlə bölüşməliyik. Bu haqda fikirlərimizi mütləq şəkildə aktarmalıyıq, lazımlıdır. Bu dəfə sualları mən verəcəm daha çox, Azər isə cavablayacaq. Ona görə də başlayaq. Necəsən Azər? Mən də salamlayıram hər kəsi. Yaxşı fikirdir. Mən düşünürəm ki, son vaxtlarda izlədiyim çox düşündürücü mini seriallardan birisi idi və çox nüanslarla doludur uşaq yetişdirməklə əlaqəli. Harda əksiklik var, problem hardaydı kimi nüansları məncə bir çox izləyici indi o hissələrini görəcək. Aydındır. Öncəliklə öz fikrimi deyim ki, valideyn olaraq bu filmə baxmaq çox çətin idi. Yəni ki, həqiqətən ağır, duyğu yüklü bir filmdir. Yəni insan öz məsuliyyətlərini biraz dərk etməyə yönəlir mənə görə. Və bunu qeyd edim ki, biz daha öncəsində oturub bu film üzərində qətiyyən bir müzakirə eləməmişik. Baxmışıq, hər birimiz baxmışıq. Müzakirəni bura saxlamışıq. Bəli, burada film haqqında açıq-açıq danışacağıq. Ona görə də əgər baxmaq istəyirsinizsə, podkastda saxlayın, podkastda baxmayın. Filmə baxın. Başlayaq. Ümumiyyətlə sənin ələ almaq istədiyin hər hansı xüsusi bir hissəsi varmı, yoxsa suallara açıqsan? Mən son hissəsindən çox təsirləndim ki, ata-ana bir yerdə biz nəyi səhv elədik, bu baş verdi deyə və özlərini rahatlatmağa çalışırlar digər tərəfdən də ki, yox biz hər şey düzgün elədik, amma niyə bu baş verdi kimisindən. Həqiqətən də yəni öngörülə biləcək bir şey deyildi bəlkə də, amma günahkarlıq hissi də zaten mümkün deyil. Olur. Yəni uşaqla əlaqəli sanki bir şeylər əksik eləmə. Mən ən çox o hissəsinə təsirlənmişdim. Aydındır. Sözün düzü mənə də o hissəsi çox böyük təsir göstərmişdi. Hətta izləyən bir çox pasientlərim deyir ki, sonuna qədər deyir heç nə hiss eləmədim, amma o kişinin və arvadın sonda bir yerdə o müzakirəsi onları bir duyğu boşalımına aparıb çıxarmışdı. Mən buradan başlamaq istəyirəm. Yeniyetmə cinayəti var ortada. Çox günümüzdə də aktual olan, bilmirəm bizim ölkədə nə qədər belə cinayətlər var, ancaq son dövrlərdə Türkiyədə də bir memarın oğlunu yeniyetmə tərəfindən öldürüldü, yeniyetmə oğlu. Türkiyədə çox aktual bir məsələdir məsəl üçün. Yeniyetmə cinayəti haqqında nə düşünürsən? Burada 13 yaşında bir uşağa nə qədər günahkar deyə bilərik? Yəni nə qədər deyə bilərik ki, həqiqətən o cinayətin məsuliyyəti elə 13 yaşlı uşağın özünün üzərində idi? Yəni bilirsən necədir? Cinayətlərdən sonra çox vaxt peşmançılıq duyğusu olur insanlarda. Yəni belə seri katil deyilsə, antisosial bir insan deyilsə, bir cinayətdən sonra emosional affekt halında bir cinayətdən sonra insanlarda günahkarlıq olur. Amma bu onların cəza şeyini azaltmır. Yəni bəzi məhkəmələr məsəl üçün peşmançılığa görə qismən endirim edir, amma bu onları tamamilə günahsızdır deməyə. Yəni verilən cəza azalmır peşmançılığa. Verilən cəza peşmançılığa baxmayaraq azalmır, çünki burada baş verən bir hadisə var, bunun nəticəsi olmalıdır. Bir tərəfdə övladını itirən bir ailə var və ölmüş bir insan var. Yəni digər tərəfdə o qız uşağı ölür də, yəni eyni yaşdadılar, o qız uşağı ölür. Yəni bunun bir nəticəsi olmalıdır. Mən düşünürəm ki, elə son dövrlərdə Azərbaycanda da o uçan maşın məsələsində də insanlar ikiyə bölünüblər ki, bir qism deyir ki, yazıq, kasıb adamdır, nə edəcək falan filan. Yəni insanlar məsuliyyət almalıdır. Sonuç olaraq sən bir şey idarə edirsənsə, maşın idarə edirsənsə, orada bilməlisən, təhlükələri bilməlisən, onların məsuliyyətini almalısan, kasıbsansa biraz daha məsuliyyətli olmalısan ki, başın dərdə girməsin. Yəni bunlar, bu bahanələr uşaq bahanələridir, yetişkin insanlarda olmur. İndi uşaqlarda, yeniyetmələrdə dediyin şey məncə çox vacibdir. Çünki yeniyetmələr biraz daha aşırı emosional insanlardılar.
yəni o keçid dövründə olmanın verdiyi Çox hormonal- uclarda yaşayırlar Çox emosiyalar, uclarda bəli. yaşayırlar və bir çox şeyin də nəticəsini düşünə bilmirlər anlıq qərarlarla. Hətta mən belə bir şey deyərdim ki, yeniyetməliklə uşaqlıq dövrü bir keçiş dövrü olduğu üçün uşaqlarda belə bir şey var. Birindən nifrət elədiklərində o an o ölsün istəyirlər. Yəni uşaq başa düşmür ki, yəni ki, indi onunla nifrət edirəm, sonrasında o nifrətim soyuyacaq. Yəni uşaq bunu başa düşə bilmir, amma o an məsəl üçün istədiyi şeyin olmasını buna birincil düşüncə sürəci deyirlər. Biz yetişkinləşdikcə artıq belə düşünmürük. Bilirik ki, bəzi insanların belə xüsusiyyətləri də var, belə xüsusiyyətləri də var. Onları bütün olaraq qəbul etməliyik. Amma yeniyetməlik tam o ara dövr olduğu üçün orada bu ani impulsiv şeylər daha çox olur. Yəni intiharlar da olmayanda, yəni yeniyetmənin ağlına bir şey düşür, o an onu eləmək istəyir. Eləyir daha doğrusu. Amma halbuki biraz yetişkin olduğunda ölçür, biçir, nəticələri düşünür. Yeniyetmə onu o qədər səbirli deyil. O emosiyalar icazə vermir ki, o qədər dayansın, düşünsün, nəticələri. Yəni ego gəlişimi yaxşı olmadığı üçün hələ o dövrdə təbii ki, ego gəlişimi istər-istəməz. deyək ona, biraz texniki danışsaq, ego gəlişimi yetərsiz olduğu üçün, bəli, daha çox Biraz elə ki, loru dedici tormoza basa bilmir. hərəkət edir, sonra düşünür, belə deyirlər. Aydındır. Dolayısıyla belə ümumiləşdirsək, əslində mənim də bu mövzuda fikrim var, amma sənin fikrini alıb daha sonra öz fikrimi belə deyim aktarmaq istəyirəm, çünki mənim maraqlı müzakirə eləmədiyimiz üçün. Dolayısıyla ümumiləşdirsək, Cem olmalı idi uşağın adı. Səhv etmirəmsə, səhv də eləyə bilərəm. Cemi deyə olmalı idi. Jimmy yox. Jimmy. Mən adları yadımda belə deyil. xatırlayıram mən. Bu oğlanın, yeniyetmənin, 13 yaşlı oğlanın basqın olan hansı duyğusunun gətirisi idi o bıçağı əlinə alması və onu öldürməsi? Məncə belə eləməliyik ki, izləməyən insanlar var. Film belə başlayır. Məhkəmə yox, bir evə polis basqın edir. Zaten bizim podkasta baxanlar izləmiş olacaq böyük ehtimal. Yəni mən onda yenə də bu tərəfini vurğulamaq istəyirəm. Polis karakolunda, polis bölmə şöbəsində belə bir vəziyyət var. Bir yeniyetmə cinayətlə günahlandırılır. Ata-ana şokdadır. İnanmırlar ki, yeniyetmə də yaxşı oxuyan, dərsləri yerində olan, sakit də bir təbiətli bir uşaq kimi görsənir. Və bu ağır bir cinayətlə, yəni dəfələrlə bıçaqlamaqla uşağı öldürmədən günahlandırılır və polis onun özündən soruşub cavab almaq istəyir. Yeniyetmə ailəsinə də deyir ki, mən belə bir şey eləməmişəm. Polislərə də sanki heç bir şeydən xəbəri yoxmuş kimi davranır, amma polislərin əlində çox böyük sübutlar var, yəni kamera görüntüləri var. Bəli, kamera görüntüsü və var. Orada ata da son dəqiqəyə qədər oğluna inanmağı seçir. Və sonra kamera görüntüsünü gördükdən sonra sarsılır, dağılır, ağlayır. Oğlan onu qucaqlamaq istəyir, uşaq onu qucaqlamaq istəyir. O belə itələyir ki, yox bu dəqiqə mənə doğru gəlmə. Yəni ki, tam uşağın ehtiyacı olduğu anda. Yəni bunlar təbii ki, çətin məsələlərdir. Yəni bir hayal qırıqlığı var atada ki, sən bunu necə eləmiş ola bilərsən. Amma mənə elə gəlir ki, atanın özü də böyük bir hayal qırıqlığı nümunəsidir orada. Niyə? Çalışqan bir insan idi. Çalışqan bir insan deməkdən çox, məsəl üçün, öncəliklə oğlunu görməm. Atada bir problem görmürəm. Mən çox sorun gördüm atada. Ciddisə atada heç bir problem görmürəm. Ya ata çalışqan, ata deyək də işini, ata tualet təmizləmə şirkəti olan və də nə deyirlər ona, sanitariya demirlər. Nəsə bu tualet açmazad belə bir işi görən şirkətləşmiş bir adamda çox vaxt işdə olur, iş böyüdüyü üçün vaxtının çoxunu işdə keçirir. Uşaqlara qarşı, yəni məsəl üçün qızına qarşı orada münasibətini görürük. Hər zaman zarafatçıl, şiddət yoxdur uşaqlara qarşı. Dinləmək, uşaqların ehtiyaclarını kəskin bir şəkildə cəzalandırmaq yoxdur, dinləmək, zarafata salmaq eləməyəcəyi şeylər. Belə bu şəkildə bir ata olduğu üçün mən atada bəlkə biraz zaman ayırma problemi kimi görə bilərəm. Mən o zaman bu ata mövzusunu mən biraz ələ almaq istəyirəm. Əslində mən atada çox böyük defekt görürəm. Nəyə görə? Öncəliklə mən bu filmə baxandan sonra öyrəndim ki, çox şey almaqla, yəni bilirdim də, amma belə möhkəmləndi. Almaqla, hisslənməməklə, sakit valideyn olmaqla uşağının yanında olmaq arasında çox böyük bir fərq var. Ata öz atasından böyük bir şiddət görmüş ata idi və terapi görməmiş ata idi. Yəni bu atası onu kəmərlə döyüb, amma gedib bir yerdən dəstək almamışdı. Amma öz-özünə böyük söz verib ki, ehtimal ailəsində onu nə eləyib,
bastırıb da, yəni bu adam bastırır və biz bu adamda dizi boyunca heç şey görmürük, öfkə görmürük. Yəni çox duyğusuz, duyarsız bir çox mövzulara belə sakit qal. Duyarsızlıqdan çox axı Duyğusuz acı deyil. içində, yox, yəni sarsılmış, Ən dağılmış. axırda sarsılmış idi. O vaxta Sadəcə qədər axırda deyil, bütün o dizi boyunca sarsılmış. Məsəl üçün telefonda oğlanla türmədən danışırlar ya, Ən axırda. uşağı ilə. Yəni bütün dizi boyunca məncə sarsılmış bir vəziyyətdə, şok içində olan bir onun verdiyi bir duyğusuzluq, yəni donmuşluq halı var idi. Amma belə duyarsız, yəni tepkisiz məsəl üçün, deməzdim. əgər bir insan travmatik bir təcrübə yaşayırsa atasından, öz atasından və valideynlərindən, bunu günlük həyatında yansıdar. Doğrudur. Yansıtmırsa, demək ki, bastırıb. Bu bastırma da onun öz uşağına necə yansıyırdı? Görməməzlikdən gəlirdi, onu çox önəmsəmirdi. Məsəl üçün, orada qapıçı olur, ata ondan utanır. Harda qapıçı olur? Uşaq bir gün futbola aparanda qapıçı olur, ata dərin utanc hissi keçirir və uşağını heç kəsə belə deyim də deyə bilmir fəxrlə ki, mənim oğlum belə deyim də qapıçıdır. Çünki yaxşı qapıçı da olmaq olar, niyə olmasın ki? Təbii ki, yaxşı qapıçı olmamaq da olar, amma Eynən övladımız olduğu başarı faktını ilə dəyişmir. ölçmək olmaz. Yəni ki, uşaq uğursuzdursa əgər, yəni burada elə bir şey var idi ki, ata oğlunu futbola aparmaq istəyir ki, uşağın da futbola marağı yoxdur. İstəyir ki, bir idmanla məşğul olsun. Uşaq orada uğursuzdur. Ata onun o uğursuzluqlarından utanır, amma Və uşaq da bunu hiss eləyir. öz atası kimi davranmaq istəmir. Yəni ki, onu aşağılamaq istəmir, sözlə onu göstərmək istəmir, amma gözləri ilə bunu gizlədə bilmir. Uşaq onun gözlərindəki o qaçışmanı, gözlərini qaçırtmanı görüb hiss edir və atasının xəyallarını doğrulda bilmədiyini görməsini, Hayal kırıklığı olduğunu hiss edir uşaq. İndi səncə bir uşağa məsəl üçün başarısızlığını sözlə ifadə eləmək daha ağırdır, yoxsa belə başqalarının yanında utanaraq, çəkinərək, onun oğlun olmasından utanmaq daha ağır olar? Məncə çəkinərək o daha ağır olar. Sözlə ifadə eləyəndə daha yaxşı olur. Eynən, sözlə ifadə eləyəndə adam bir yerdə başa düşür ki, mənim valideynim məndən gözləntisi var, özünün travması var. Sən bir haqq qazandıra bilirsən də hardasa ki, bu bizim valideynlərimizdə də olub da, sözlə nəyisə, mənim valideynlərimdə olub, sözlə nəyisə ifadə eləyiblər və biz bunu heç vaxt başa düşməmişik. Azərbaycanda əsasən belə bir şey də çox. Övlada baxmaq və sanki onun atası olmaqdan utanmaq mənə çox ağır bir uşaqlarla müqayisə eləmək, onun əksikliklərini dilə gətirə bilmir, amma onun istədiyi kimi olmadığını hiss elətdirir. Yəni uşaq atanın xəyallarını doğrulda bilmədiyini görür. Bunlar ağır şeylərdir. Azərbaycanda da yanaşma onsuz da bu tərzdə. Aha, bəli. Bəzi atalar var, sən bilmirəm, bilirsən yox, Azərbaycanda çox gələneksel bir şey var. Oğlan uşaqlarını artıq biraz başa düşəndən sonra judoya ya da güləşə qoyurlar və onlardan şey istəyirlər, ya birinci yer tutmasan ya da heç bir yeri. Ya birinci yer tut, ya evə gəlməsən, 6, 7, 8 yaşlı uşaqdan necə bir gözlənti içərisində girib onu bu qədər qorxuda bilərsən, axı kəskin. O da var, amma mən İşte daha eyni çox şeydir. demək istədiyim şey odur ki, məsəl üçün uşaq uğursuzdursa, indi qrup şəklində olan oyunları deyək də, futbol bir qrup şəklində oyundur. Orada bir çox valideynin uşaqları var və valideynlər bir aradadırlar. Bəzi valideynlər uşağı ilə fəxr edir, uşaq bacarıqlıdır, aldadır, edir, qapıya qol vurur. Bəzi valideynlər də uşaqları bacarıqsızdır deyənə orada utanırlar, belə qalırlar. Yəni bu nüanslar var. Bu nüanslarda da məsəl üçün belə şeylər var ki, sənin dediyin judoya qoymadan ziyadə məsəl üçün belə şeylər var. Küçədə uşaqlar dalaşırlar, biri döyər, biri döyülər də. Ata məsəl üçün döyülən uşağın atası öz uşağından deyir ki, utanır ki, sən niyə döyülürsən? Halbuki yəni bu belədir də, yəni ki, insan dalaşanda bəzən döyər, bəzən də özündən güclü olar, özündən gücsüz olar. Amma uşağın haqqında sən nə şəkildə gücsüz də olsan, mən sənin arxan, uşağın ehtiyacı olan budur da. Yəni ki, mən sənin arxandayım. Arxandayım o şəkildə yox, gedib uşaqlar dalaşarkən uşaqlara müdaxilə eləyib uşağını məsəl üçün. Onda da uşaq utanır ki, atam gəldi, o birisi uşaqları lağ edirlər. Orada yeniyetməli psixoloji devrəyə girir də avtomatik. Yəni orada biraz daha məsəl üçün uşağa bunu anlatmaq lazımdır ki, adam dalaşar, döyər. Dalaşmamaq daha yaxşıdır. Həll edə bilirsənsə dalaşmadan həll elə. Amma bəzi qoruyacağın şeylər var ki, onları qorumaq üçün atılqan ol, yəni ki, geridə durma, çəkingən olma. Özəlliklə məsəl üçün genetik olaraq
bəzi insanların temperamenti çəkingən və geridə duran temperamentdə olurlar. O atalar, o valideynlər bunun fərqində olmalıdırlar və uşaqlarında o cəsarəti təşviq etməlidirlər sürekli. Dalaşdırmaq mənasında demirəm. Yəni ki, uşaq qorxu, çəkingənlik hiss elədiyində mən də qorxuram. Qorxu normal bir şeydir. Qorxuya baxmayaraqdan biz bəzi şeyləri eləməliyik. Yəni bu şəkildə, yəni niyə qorxursan, qorxmamaq lazımdır. Kişi qorxmaz. Bu da səhv bir yanaşmadır. Əlbəttə ki, kişi də qorxar. Zaten kişi də ağlayar, kişi də qorxar. Burada səndən tamamilə razıyam. Yəni mənim sənə demək istədiyim, dedin o ata fağır, əziyyət çəkər. Tualet şirkəti olan birisidir. Məncə ata bundan çox daha böyük bir rol oynayırdı orada. Ata öz atası ilə atalığı və övladı arasında qəribə şəkildə sıxışıb qalmışdı. Nə yaxşı övlad ola bilməyib öz gözündə. Yaxşı övlad ola bilmədiyi üçün atasını məmnun eləyə bilməyib, övlad kimi oradan yarım qalıb. Bunu öz övladına eləməyəcək. Dolayısıyla bunu öz övladına eləməyəcək deyil. Əslində o öz içindəki uşağa bunu eləməyəcək kimi bir variant alır da mənə görə. Yəni də sənin fikrin fərqli ola bilər. Və övladına bunu eləməməyə çalışarkən o qədər fərqli və o qədər ağır şeylər eləyir ki, əslində kəmərlə döyən atadan utancla baxan ata arasında mənim üçün xüsusi və ciddi bir fərq, sözün düzü yoxdur. Təbii ki, onların travmaları fərqlidir, amma bu utancla baxan atanın travması da çox ciddidir. Ağırdır, çox Uşaq böyüdükdən sonra ataya qarşı aqressiya hiss eləməyə başlayır və digər bir şey də o atanın özünün də öz həyatında çoxlu çətinlikləri olub. Yəni ata yoldaşı ilə tanış olma ərəfələrindən danışanda o partilərdə necə sanki şaklabanlıq deyirlər də. Yəni hamının xoşuna gəlmək üçün, sevilmək üçün dəridən qabıqdan çıxmaq kimi bir halı var idi. Yəni belə bir performans göstərmək və yaxud da ki, bəyənilmək ehtiyacının çox hiss olunduğu bir şey var. Adam zaten sevilmir deyə bu tələbatı onun ödənilmir. Elə ona görə biz deyirik ki, uşaqlıq vaxtındakı o sevgi əksikliyi, öz atasından gördüyü şiddət və sevgi əksikliyi ya bir aqressiya şəklində gələcəkdə özünü göstərəcək, ya da sevgi əksikliyindən, sevgi azlığından belə bir sürekli bəyənilmə çabası, bəyənilmə dilənməsi kimi bir formaya dönür də. Yəni sürekli özünü yormağa və başqa insanlar tərəfindən sübut eləməyə, halbuki belə bir şeyə ehtiyac yoxdur yəni. Bunun qarşılığında mən düşünürəm ki, oğlanda, yeniyetmə oğlanda dərin dəyərsizlik hissi artıq yer edinmişdi. Çünki onunla bir yerdə bir narsistik bir şey ikisi bir arada yer etmişdi. Çünki oralara gələcək. Hələlik ora qədər bir şey deyim. Yetərsizlik və o öldürdüyü qız da əslində ona sənə mi qalmışam deyib. Ondan sonra öldürüb. Mən bəzən də bunu çox metaforik düşünürəm. Sənə mi qalmışam deyəndə orada da bir bəyənməmə var axı. Təbii ki, narsistik qırılma var. Ay sağ ol. Sanki o uşaq öldürərkən o qızı deyil də bütün yetərsizlik hissiyatını öldürməyə çalışırdı. Yəni hamıdan gələn sevilməmə, bəyənilməmə. Çünki o gedib ifşa olunan bir qızı seçmişdi ki, bəlkə bu məni sevər. Çünki o qız ifşa olunmuş. Sən desən serial adından çıxıb. Yox, o hissəsini xatırlatmağın yaxşı oldu. Orada sanki belə bir şey var idi. Oğlanın seçimlərində bu qızın deyək ki, çılpaq şəkilləri məktəbdə yayılıbdı. Ona görə oğlan fikirləşib ki, hazırda çox çətin vəziyyətdədir. Onun bu çətin anında mən ona qəbullanıcı davransam, o məni seçər. Bəli. Amma o qız ona baxmayaraq seçmədiyində yoğun bir aqressiya hiss edibdi. Eynən. Və o sənə mi qalmışam şeyini cavabı olaraq elədiyi o bıçaqlamada aqressiyanı öldürmək yox, o narsistik qırılma duyğusunu yaratdığı üçün o insanı ortadan qaldırmaq istəyirdi. Yəni bildim, çox da qəşəng bir izahdır həqiqi mənada. Çünki o böyük ehtimal beynində belə düşünür ki, bu qız çox çətin vəziyyətdədir. Yəni ki, özünə cəsarəti yoxdur axı, bir də deyirdin bayaq. Özünə bu qədər cəsarətsiz olan cəsarət tapır ki, bu məni 100% qəbul eləyər də hardasa. İlk sevgilim olacaq. Və gedir ona açılarkən beynində tutub ki, bu qız pis vəziyyətdədir və məni qəbul eləyəcək. Qız nə deyir? Ən pis halında belə oğlana deyir ki, sənə mi qalmışam yəni. Yəni ən pis vəziyyəti ilə belə onun o sevgi dilənməsini qəbul eləyə bilmir. Özünə belə birisini yaraşdırmır. Və ondan da sonra sən dediyim kimi oğlan böyük bir qırılma yaşayır. Və o qırılmanı o qız yaratdığı üçün. Bəli.
onu öldürür orada. Mən orada bir dənə də şey demək istəyirəm. O oğlanın yəni həmin qızla əlaqəli düşüncələrindəki məni qəbul edər, bu halında yanında olsam məni qəbul edər. Bunun özündə də yəni belə bir şey var ki, özünü məsəl üçün şeydən straxovka eləmək istəyir, rədd almaqdan. Hə də, deyirəm axı o qədər sığortalamaq. Bu cəsarətsizlikdən çox, yəni cəsarət əslində biraz abartılmış bir şey. Cəsarət sözünün mənası bilsən nədir? Qorxuya baxmayaraq hərəkət etmək. Cəsarət qorxusuzluq demək deyil. Qorxuya baxmayaraq, içində hiss etdiyi qorxuya baxmayaraq hərəkətə keçmək deməkdir. Bizə söz verir, qara gözlü olmaq, belə üzərinə getmək kimi bir deyim əslində ifadə. Hə, yəni burada belə bir şey var ki, nəticənin nə olmasından asılı olmayaraq, yəni nəticə mənfi də ola bilər. Buradan oğlanda fikir verir ki, o yeniyetmədə fikir verir ki, bir qarantiya axtarışındadır, ona görə digər qızlarla yaxınlaşma etmir, rədd alma qorxusu ilə. Halbuki birindən rədd ala bilər, birindən almaz. Yəni bu bilinə biləcək bir şey deyil, hərəkət eləmədikcə. Bir nöqtədə fikirləşir ki, bu məni rədd eləməz. Yəni ki, artıq bunun bu vəziyyətində başqa heç kim buna yaxın durmayacağı üçün o həmin qızı nəzərdə tuturam. Məni rədd eləməz kimi bir qarantiya şeyini hissini alır. Burada problem zaten o qarantiya axtarışındadır. Yəni deyirsən cəsarətlə getsəydi yoxa da bir yeri olardı bu uşağın. Yəni biz uşaqlara onu da öyrətməliyik ki, yox problem deyil. Hərəkət elədikdən sonra yox da ola bilər, alına da bilər, alınmır. Çünki biz bəzən məsəl üçün uşaqlardan yaxşı nəticə gözlədiyimizdə, məsəl üçün sənin dediyin judoya yazır, birincilik gözləyir. Birincilik olmasa nə olacaq? Uşağın cəsarəti qırılır, yarışa çıxmaqdan qorxur. Orada iş valideyn üzərinə düşür də artıq. Bəli də, onu demək istəyirəm elə. Halbuki burada sən yarışa girməyin əsasdır. Bəli. Əsas orada olan sən çalışdın, əlindən gələni elədin, nəticə çox da önəmli deyil. Yəni də eynən. Bunu çox net bir şəkildə uşaqlara oturtmaq lazımdır. Çünki o bir cür uşaq birdən o nəticəni almaram qorxusuna. Universitet imtahanlarında nə qədər görürük, yəni ki, universitet imtahanından sonra intihar. Nəticə almamaq qorxusu ilə, yəni ki, o qorxular nə qədər aktivləşir. Yəni yeniyetmə üçün bu dünyanın axırı kimi bir şey deyil. Bizim üçün çox da önəmli olmaya bilər. Çünki onların dünyası daha balaca, onların dünyası bəli, daha özünü ortaya qoymaq, isbat eləmək üçün daha qırılgan bir dünyadır. Ona görə mən fikirləşirəm ki, orada ən önəmli şey o idi ki, o qarantiyanı axtarması, o da onun xarakter xüsusiyyətindən gəlir. Biz buna örtülü narsist deyirik də. Yəni fikir versən məsələn orada bir nöqtədə psixoloq ona soruşur, o deyir ki, mənim bir neçə dənə qız arkadaşım oldu. Mən onları çılpaq görmüşəm, öpüşmüşük falan filan. Olmayan şeyləri uydurur. Yəni ki, bu şeylə bir qarşı tərəfdə şey yaratmaq istəyir, bir rəğbət hissi yaratmaq istəyir və rəğbət hissinin belə yaranacağına da inanıbdır. Bu atanın roludur təbii ki, və yaxud da ananın roludur. Uşaqda rəğbət üçün sən bir başarı, sevilmək üçün bir başarı ortaya qoymalı. Erkeksi görünmək üçün fərqli qızlarla bir yerdə olmaq. Yəni o da bir ayrıca bir problemdir. Yəni ki, çoxlu qızlarla bir yerdə olmaq düşüncəsini uşaqlara, oğlan uşaqlarına öyrətmək məncə çox böyük bir problemdir. Məncə oğlan uşağına da necə qız uşağına öyrədildiyi kimi sevdiyin biri ilə birlikdə olub öyrətmək lazımdır. Yəni nə qədər çox qız, o qədər sən bacarıqlı oğlansan, diri başsan, bu söhbətlər çox sıxıntılı söhbətlərdir məncə. Diyorsun. Nə qədər razı olduğunu bir aparat qoşub öyrənmək istəyərdim əslində. Nə qədər razı olduğumu bir dənə şeylə deyim. Məsələn, mən bunu Türkiyədə gördüm də. Azərbaycanda belə bir şey var idi. Bir kişinin nə qədər həyatında çoxlu qadın olsa, o qədər onun şanınadır, yəni hörmətinədir kimi bir şey görürdü və bu şəkildə bu belə bir ümumi bir kanı idi, yəni inanış idi. Bunun şübhəsi yox idi. Yəni bir oğlan əgər çoxlu qız padruqası varsa, bacarıqlı diribaş oğlandır. Buna şübhəli yanaşan bir dənə insan Azərbaycanda tapmazdı. Belə bir şey var idi, yəni o vaxtdan danışır. Amma Türkiyəyə getdiyimdə bunu gördüm ki, bir oğlan əgər çoxlu qız rəfiqələri olub, tez-tez sevgili dəyişirsə, necə ki qadınlarda ona şey kimi baxırlar, yəni biraz pozğunluq, biraz dəngesizlik kimi baxırlar. Oğlanlarda da eyni cür. Oğlanın da qadın versiyası, yəni tez-tez sevgili dəyişən oğlan güvənilir bir oğlan deyil və
Türk qadınları da, Türk qızları da bu şəkildə yanaşırdılar. Həmin oğlana yaxın durmurdular, ciddi münasibətdən uzaq dururdular. Yəni nə qədər yaraşıqlı olur olsun, nə qədər zəngin olur olsun, bu belə idi. Və mən bunu orada gördükdən sonra o cinsiyyət fərqi olmaması lazım olduğunu mənimsəyə bildim, qavraya bildim. Evet, çox sevindim. Amma Azərbaycanda desən hələ də bu axış davam edir. Kesinlikle. Və mən bunu demək istirdim psixoloq danışığına gəlmədən öncə. Məni orada yenə də düşündürən şeylərdən biri ata və oğul münasibəti idi. Nə düşünürsən ata və oğul münasibəti haqqında? Ata-oğul münasibətini çox bizə göstərmirlər. Bir futbol hadisəsi var. Orada gözlərini qaçıran ata var. Acaba yox muydu deyə? Atanın mən elə başa düşürəm ki, beynində oğlan uşağı yetişdirməklə əlaqəli bir tərz var. Bu onu futbola, beyzbola aparmaq kimi bir şeydir. Yəni ki, sərt idmanlara apar. Halbuki uşağın məsəl üçün şahmata marağı ola bilərdi və yaxud da rəsm çəkməyə marağı ola bilər. Bu biraz uşağın baletə də marağı ola bilər. Yəni ki, nəyə gülürsən? Yaş, bəs balet deyib nəyə gülürsən? Yəni demək istədiyim şey odur ki, burada qadınsı, kişi, erkəksi kimi ayrım eləmək də biraz problemdir. Orada da bir problem var. Yəni ona görə ata oğlunu sərt idmanlara aparır. Yəni ata oğlunu kişi kimi yetişdirmək üçün sərt bir idman tərzi. Uşağın da temperamenti, mizacı ona uyğun deyil. Uşaq biraz daha intellektual, IQ-su bəlkə yaxşı danışıqlardan onu görə bilirdik. Və daha duygusal, emosional, incə xarakterli bir uşaqdır. Və ata bunu görməzdən gəlib sərtləşdirməyə çalışır. Elə bil ki, orta əsrlərdir. Orada da belə bir şey var da. Oğlum var və sən onu at minməyə, yəni o Qazan xanın Turalı yetişdirməsi kimi. Tural gedir çiçəkləri yığarkən Qazan xan ondan məzələnir şeydir. Məzələnir Qazan. Deyir ki, cəmaatın mənim oğlum çiçək yığır zat belə elə. Yəni burada da ata oğlunu əslində bəyənmir də. Bəyənmir, bir də beyindəki bir model var. Var oluşunu bəyənmir və öz modelini qurmaq istəyir. Bəyənməməkdən çox məncə o dəyişilə biləcək bir şey olduğuna inanır. Niyə dəyişsin ki? Hə də, yəni o var. Bir də dəyişilə biləcək bir şey olduğunu, yəni ki, onların öz xüsusiyyətlərini, uşağın öz xüsusiyyətlərini heç nəzərə almadan istədiyi yöndə onu dəyişdirə bilər kimi bir model var beynində. Ona uyğunlaşdırmağa çalışır. Halbuki o uşaq ona uyğun deyil. Azər, silahlanıb gəlmişəm bu gün suallarla ki, sənin belə deyim də biraz çətin vəziyyətdə qoyum. Challenge kimi mənə daha maraqlı gəlir çünki. Məncə də elə daha maraqlı olar. Ata və oğul münasibəti önəmli bir detaydır. Önəmli detaydır və oradakı mən onu tamamlamaq istədim. Oradakı modeldə atalarda belə bir düşüncə var. Yəni ki, güclü zaten təkamül nöqteyi nəzərindən də oğlan kişi qoruyucu, güclü, fiziki güclü, qoruyucu, qollayıcı bir modelə bürünübdür. Amma günümüz dünyasında artıq buna ehtiyac yoxdur. Yəni ki, kişinin qoruyuculuğu geri plana düşübdür. Ona görə artıq şeyləri nəzərə almaq lazımdır. Uşaqda hansı cəvhərlər var? Yəni ki, onun hansı rüşeymlər daha çoxdur. Bunun fərqinə varıb o yöndə inkişafına çalışmaq. Hansı tərəfini dəstəkləsək daha yaxşı nəticə verər? Hansı tərəfini dəstəkləsək daha yaxşı nəticə verər? Yəni o ata da biraz daha onun yetişdiyi tərzdən, eğitim tərzindən bunları düşünə biləcək, qavraya biləcək səviyyədə olmadığı üçün məncə çox naivcə oğlunu daha güclü, daha sərt birinə çevirməyə çalışıbdı və oğlan ona adaptasiya ola bilmədiyi dövrdə də utanma hissi, duyğusunu oğlundan gizlədə bilməyib, oğlu bunun fərqinə varıbdı. Yəni dolayısıyla heç oğlunu tanımırdı. Düşünürəm ki, uşaqların inkişafında ana nə qədər önəmli detaldırsa, təbii ki, ana uşaqlara baxır. Bu sözsüz Azərbaycan reallığında bu belədir. Ana uşaqlara baxır, yedizdirir, geydirir, nəsə də artıq bütün baxımını ana görür. Çox az bir kişi olar ki, bunlarda eləsin, bərabər olsun. Heç bunlarda bərabər olmağa da ehtiyac yoxdur. Əgər ata həqiqi mənada öz missiyasını daha yaxşı yerinə yetirirsə uşaqla bağ qurmaqda, ana olmadan... Nəyi nəzərdə tutursan bağ qurmaqda? Deyirəm. Səbirli ol. Ana olmadan
uşaqla vaxt keçirə bilmək. Oğlan uşağı üçün xüsusilə önəmlidir. Beyzbol aparıbdı da. Bu da vaxt keçirmək. Ya, övladını tanımadan onunla vaxt keçirmək, bir də Necə beyzbola aparmaq bir vaxt keçirmək deyil. Mən səni aparım ki, burada bir işlə məşğul ol. Yox, işlə məşğul ol deyil. Beyzbol oynayır, ata onun yanında durur. Yəni ki, o oynayarkən Utanır, gəlir evə, hə? Bir də o utanmaq özündən asılı olmadan bir duyğu olaraq oluşubdu, amma demək istədiyim şey odur ki, tanımaq üçün nə etməlidir? Necə Tanımaq üçün birlikdə vaxt keçirməlidir. Yəni birlikdə vaxt keçirərkən atada belə bir model var. Vaxt keçirərkən mən bunu sərtləşdirməliyəm. Başa düşdüm. Mən genel ata münasibəti üzərindən oğlan yorumlayıram. formalaşdırmalıyam niyyəti ilə ata da vaxt keçirməni belə formalaşdırır ki, uşağı aparım beyzbola, uşağı aparım judoya, uşağı aparım güləşə, uşağı aparım futbola. Tamam, sən buradakı atadan danışırsan. Buradakı atadan danışıram. Bir də Azərbaycanda da bunun yerinə orada beyzbol, futboldur. Burada da onun yerinə olacaq nə bilim güləş, judo, o, bu, belə futbol yenə də. Yəni ata orada tanımaq üçün, uşağın həqiqətən iç dünyasını tanımaq üçün nə eləyə bilərdi? Ünsiyyət ancaq ünsiyyətdən keçir. Ünsiyyət ümumi sözdür deyənə soruşuram. Yəni ki, oturub bir uşağınla bir kafedə bir məsəl üçün də söhbət balaca uşaqla. Bəli, söhbət eləyə bilərsən. Niyə də yox? Sənin hansı xarakter xüsusiyyətlərin var? Ya, bunu elə demirsən. Ata olan tərəf sənsən. Sən artıq uşağın hansı xarakter xüsusiyyətini bir yerdən sonra tutacaqsan. Necə? Necə? Bir evin içərisində yaşadığın uşağı tanımırsansa, ya uşağın xüsusiyyətlərini bilmirsənsə, bu biraz böyük bir problem olur. Tanımırsansa deyil, sadəcə deyirəm ki, tanımaq üçün indi hamı eyni cür tanıya bilmir də. Biz məsəl üçün bu məsləkdəyik deyənə biraz daha yaxşı tanıyırıq, amma tanımayan insanlar üçün deyirəm ki, o dərəcədə müşahidəçi olmayan insanlar üçün biraz yardımımız olsun deyə deyirəm ki, nələr önərə bilərsən sən? Mən nələr önərirəm, amma sən bəyənmirsən önərdiklərimi. Mənim üçün, məsəl üçün mən qızımın hansı davranışa necə əsəbləşdiyini bilirəm. Nümunə verirəm və oradan davam edəcəm. Hansı davranışa nəyə görə əsəbləşdiyini, nəyə görə məsəl üçün hırçınlaşdığını çox yaxşı bilirəm. Bu da ona görə ki, ondan içli dışlı olmuşuq da. Ana üçün bu çox asandır, dediyim kimi. Ata üçünsə çətindir, çünki atanın vaxt keçirmə olasılığı çox zəif olur. Ata vaxt keçirmir. Vaxt keçirməkdən də kastım nədir? Məsəl üçün, bir dəfə uşaqla gəzməyə gedərsən təkcə, bir dəfə uşağı yeməyə apararsan təkcə, bir dəfə parka gedərsən, parkda nəyi sevmədiyini bilərsən, kənardan uşaqlarla necə... Bu yaşda deyək də, yəni ki, yeniyetməlik yaşına deyək. Yeniyetməlik yaşında söhbət eləmək olar. 10-lu yaşlarından, 6-lı yaşlarından belə. Söhbət eləmək olar. Mən yeniyetmə olanda çox istərdim ki, valideynlərim məndən bəzi mövzularda söhbət eləsinlər açıq. Yəni, oradakı o ata oğlu ilə necə söhbətlər eləyə bilərdi? Oradakı ata haqqında danışmıram bax indi. Bildim, başa düşdüm. Mən amma sən danışarkən onu düşünürəm ki... Sən oradakı atanın dərdi götür deyib də. Oradakı ata nəyi fərqli edə bilərdi, daha konkret nə deyə bilərdi? Oradakı atanın əgər fərqli etməli olduğu bir şey vardısa mənə görə, özünün fərqində olmalıydı. Yəni o ata özünü iyiləşdirmədən uşağına yaxşı gələ bilməzdi onsuz da. Bəli. Məsəl üçün valideynlər birinci özlərini psixolojik sağlamlıqlarından çox məşğul olmalıdır. Mənə bəzən elə pasiyentlər gəlir ki, mən bu halımın uşağımın inkişafına pis təsir eləməsini istəmədiyim üçün gəlmişəm. Adam çox sevinir belə. Belə valideynlər görəndə adam çox sevinir. Həqiqətən valideyn psixi sağlıqlı olmadan heç bir şeyi dəyişdirməz, uşağı da yetişdirə bilməz. Mən sənə kesinliklə razıyam. Hətta bizə terapist olmamışdan, yəni terapiya ilə məşğul olmamışdan hər zaman önərirlər də bir şəxsi terapiyadan keçin. Niyə önərirlər? Yəni bu havadan sudan önərmirlər də. Bir insanı başa düşmək, onu anlaya bilmək, onunla bir yerdə bir yol ala bilmək üçün sən öz travmalarını, öz anan sahibdən qapaz qoyubsa, onu aktara bilməzsən, buna haqqın yoxdur. Obyektiv, daha çox neytral sıfır nöqtəsində durmağa bacarmalısan. Həm də özündən gələn duyğuların da fərqində olmalısan. Bəli. Biz övladımıza yanaşarkən də... Yəni, məsəl üçün, nəyi demək istədim? O ata, oğlu qapıda duranda hiss etdiyi utanç duyğusu və gözünü qaçırtmasını bir araşdırmağa çalışsaydı ki, mən nəyə görə belə hiss edirəm? Eynən. Bunu deməyə çalışır. Bunu araşdırmağı üçün də yəqin ki, özü araşdıra bilməyəcəyi üçün bir terapistə getsəydi. Bu atanın, sən dediniz, zəhmətkeş ata sözünə taxdım. Bu zəhmətkeş ata sadəcə o bir dənə misal var. Başını salıb quma elə bilir ki, gizlənib bədəni çöldədir.
Yəni o rol biçilibdir də, sən evə Yəni, rol çöldən biçilməsi gətirməlisən, qazanıb gətirməlisən. Bu rol biçilibdir ataya. Yox, onu demirəm. Yəni ki, öz atalıq qılıfı altında, özünün keçdiyi yol altında travmaların heç birisini görmür demək istəyirəm. Yəni ki, Təbii o atadan ki. gələni bilsəydi, bu qadını niyə seçmişəm, uşağıma niyə belə davranıram? Bəlkə utanc hiss edirəmsə, burada uşağımda yox, məndə bir problem var deyib. Bir nöqtədə özü ilə məşğul olmağa başlaması onun məncə dediyim bu ata nə etməli idi? Bu ata birinci oradan başlasaydı çox yaxşı olardı. Övladına gələnə qədər çox yolu var deyə düşünürəm. Günlük həyatımızda biz də belə olmalıyıq. Əgər ki, nə mənada? Əgər həqiqi mənada mənim öz dərdlərim, məsələn, mənə keçən dəfə bir valideyn gəlmişdi, uşağı gətirib və uşaqdan şikayətçidir. Nə mənada? Çəkingəndir, heç kəsdən ünsiyyət qurmur. Bir xeyli vaxt danışır, yarım saatdan sonra. Şey soruşdum axırda. Yəni siz məsəl üçün özünüzü nə qədər görürsüz bu uşaqda? Başladı ağlamağa. Sən demə özü terapiyaya gəlmək istəyir, amma gələ bilmir, üzləşə bilmir. Uşaq biraz özünü aktarıb uşağa. Onu götürüb unutub gətirib. Mənim üçün çox belə qəribə bir seans olmuşdu ilk dəfə idi o zaman. Bir valideynin öz duyğularını uşağın üzərinə yansıtmasını da ilk dəfə idi görürdüm sözün düzü. Və məsələn belə bir şey gördüm. Biz uşaqlara öz uşaqlığımızı aktarırıq. Transferans kimi. Yəni Bir də genetik bir tərəf də var da, yəni ki, genlərimiz də sonuçda öz sözünü deyir və uşaqlarımız bizə bənzər bir xüsusiyyətlər göstərir. O da bizi daha çox etkiləməyə başlayır o zaman. Sonuç olaraq biz də bəzi məsələn özümüzdə o vaxtlar belə olmasını istədiyimiz şeyləri onlarda dəyişdirmək istəyirik. Eynən elə. Biz əslində öz uşaqlığımızda edirik. Səhv yolda gedirik. Yəni ki, məsələn, öz uşaqlığımızda ata-anamız deyək ki, niyə deyək ki, şeydir, onun adı nədir? Dalaşa bilmirsən kimi bir şeylə bizə istənirsə, biz də öz uşağımıza niyə dalaşa bilmirsən, niyə döyülürsən kimi bir şeyi yansıtmış olacağıq və yaxud da ki, nə bilim, başqa bir şey. Yəni sonuç olaraq yöntəmimiz yenə də səhv olacaq. Özümüzü qəbullanıb, özümüzü sevmədən bu sanki baş verə bilər. Amma öz yöntəmimiz olanda, öz səhvlərimiz olanda çox daha fərqli nəticələr gətirib çıxara bilər. Demək istədiyim şey odur ki, biz məsəl üçün özümüzdə uşaqlıqdan gələn, uşaqkən biz zəifik və ona görə də bir çox şeydə o duyğunu, utanma duyğusu, əziklik duyğusu, özgüvənsizlik duyğusu, yetərsizlik duyğusunu çox şiddətli yaşayırıq. Yetişkinlikdə onun bir əhəmiyyəti olmur. Amma o duyğular ki, hadisə əhəmiyyətini itirir, duyğular əhəmiyyətini saxlayır. Hadisə, yəni bənzər situasiyalarda o duyğulara qapıla bilirik. Ona görə bu duyğuları qəbullanmaq, özümüzü sevməyi öyrənmək birinci növbədə vacibdir ki, biz onu uşağımızda gördüyümüzdə Onu da sevək. onun da bu duyğularına görə utanc hiss eləməyək. Yəni məsəl üçün qorxan bir uşağımızı gördüyümüzdə oğlan uşağı qorxmaz utancını hiss eləyib, mənim qorxaq oğlum var utancını hiss eləyib və ona utancla, göz qaçırtma ilə baxmaq və yaxud da onu sən niyə belə deyilsən kimi biraz da onu özünə qapanmasına, öz o qabığının içinə getməsinə səbəb olmamaq üçün birinci növbədə özümüzü qəbullanmaq və sevmək. Yəni hər halımızla sevmək. Və məncə özümüzə doğru suallar vermək. Orada məsəl üçün valideyn deyir səni utancla gözünü qaçırtdı, utandı və qorxaq oğlunun olduğuna görə və yaxud da başqa bir şey. Orada verilən suallardan biri mən niyə qorxaq oğlumun olmasından qorxuram? Çox vacib bir şeydir. Çünki niyə mən qorxaq idim uşaqlarda? İnsan öz içindəki qorxaqlığı tanıdığı üçün qorxur da. İnsan bir duyğunu tanımasa. Qorxaqlıq deyib mən şey eləməyin də tərəfdarı deyiləm. O etiketləmənin də label yapışdırmanın da tərəfdarı deyiləm. Qorxu duyğusundan mən utanırdım. Mənə qorxu duyğusunun olmaması lazım olduğunu öyrətmişdilər və mən bu duyğunu hiss elədiyimdə özümü kişi kimi hiss eləmirdim və bundan utanırdım. Yəni bunu bir anlamaq lazımdır ki, mən belə hiss edirdim. Amma hazırda mən başa düşürəm ki, qorxu duyğusu evrensel bir duyğudur. Təbii ki. Və insanı qoruyan bir böyük duyğudur. çapda bəli düşünməliyəm. Qorxu duyğusu mənim hərəkətə keçməyimə əngəl təşkil eləsə də mən bunun aşıb hərəkətə keçə bilərəm. Bu tənqid yolu ilə yox,
bu dəstəkləmə yolundan, bu duyğunun hamıda olduğunu bilmək yolu ilə baş verə bilər. Mən belə yanaşıram daha doğrusu. O şəkildə yanaşmanı etmədiyimiz üçün bizim elədiyimiz şey kişi qorxmaz. Nə var orada qorxulacaq? Sən qorxursansa qız uşağı deyilsən. Bax qız uşağı səndən daha az qorxur. Belə şeylərlə biz o uşağı daha da öz qabığına çəkərik. Əla. Buyur, səndən sual varsa. O şey hissəsi. Psixoloqla olan hissəsi. Psixoloqla olan hissə. Sənin ümumiyyətlə burada yenə də vermək istədiyimiz sual varmı yoxsa? Polis şöbəsində nəzarətdədir. Yoxsa həbsdədir artıq? Yox, həbsdədir. Həbsdədir, amma o xüsusi bir güvənli bir yerdə həbsdədir. Şeylərin reabilitasiya mərkəzidir. Yəni azyaşlı uşaqlar cinayət etdiyində onları reabilitet edib cəmiyyətə qaytarmaq üçün müəyyən fərqli mərkəzlərdir. Onlar yenə də həbsxanadır, azyaşlı cinayətkar uşaqlardılar. Oradan eyni zamanda onlarla bir şey də keçilir. Yəni bir reabilitasiya şeyləri də keçilir. Uşaqlarla məşğul olunur, onların şəxsiyyətinin formalaşması üçün bir şeylər elənilir. O mərkəzə sırf fərqli səbəblərdən, yəni bir dissertasiya yazdığı üçün bir psixoloq gəlir və psixoloqlar bir yox, bir neçə psixoloq gəlir və psixoloqlar bu uşaqla görüşürlər. Həm hakimin qərarında hakim məsələn adli tıp deyə bir şey var. Psixoloqlara, psixiatrlara göndərir ki, buradakı zərər çəkən və yaxud da ki, zərər verənin psixologiyası haqqında bəzi suallar verir. Həm o sualları cavablamaq üçün, həm də onun psixologiyasını anlamaq üçün. Orada bir qadın gəlir. Qadının davranışları uşağın o vaxta qədər yanına gələn psixoloqların davranışlarından biraz fərqli olur. Və o bunlara reaksiya verir. Çox aqressiv reaksiyalar verir. Uşaq sanki içindən bir canavar çıxır, belə bir şey olur. Onunla əlaqəli sənin fikirlərin mənə maraqlıdır. Hansı fikir? Yəni hansı hissəsindən məsələn orada bir hissə var idi. Uşaq hirslənir, qalxır ayağa, stulunu vurur və həmin psixoloqun üzərinə yürüyür. Psixoloq qorxur, donur qalır belə. Bir an, yəni ki, qorxudan hətta belə bir donuqsama olur. Əslində psixoloq imajı çox qəşəng təsvir olunmuşdu. Tam bir neytral mövqedə idi. Ən çox etkiləyən hissələrindən biri danışmalarında gözəllik və çirkinlik üzərinə bir danışmalar olur. Deyir, özün çirkin mi hiss edirsən, yox deyir, deyəsən gözəl olduğunu mu düşünür nəsə. Qız heç nə demir qarşılığında, deyirəm sən də gözəl olduğunu demədin. Orada da bir onay axtarışındadır. Əslində o psixoloqun sərt və neytral mövqedə durması onu qıcıqlandırmağa başladırdı. Onu yenə bəyənməyən bir şey. İnsan axı köçürür, psixoloq haqqında nəsə düşünür. Psixoloq düşünməsə də uşaq düşünür. Onu bəyənməyən bir tip olduğunu düşünür yenə də qarşısında və bir qadındır yenə də. Oradan bir aqressiya, çox maraqlı. Mən o tərəfdən düşünməmişdim. Mən tərəfdən düşünmüşdüm ki, uşaq sürəkli psixoloqlardan standart cavablar aldığı üçün artıq bunun belə bir anlamı olmayan sözlər olduğunu düşünməyə başlayır. O bir psixoloqlar çox təsvir eləməmişlər, görməmişdi demək var ki. Yəni onun orada dediyi o idi ki, digər psixoloqlar hamısı deyirlər ki, yox, sən gözəl uşaqsan, gözəl oğlansan, sən niyə demirsən? İstədiyini ona vermişdilər də. Sən niyə bunu demirsən? Amma uşaq onun fərqinə varıb ki, o bir psixoloqlar sanki hamısı bir ağızdan danışılmış kimi eyni şeyi deyirlər. Yəni burada bir səmimi bir tərəf görməyib. Manipulyativ davranış, bəli. Onları səmimi qəbul eləməyib. Buradakı qadının heç bir şey deməməsi, çox neytral pozisiyada durması çox da vacib və lazımlı bir şeydir. Onda o şeyi yaradıb ki, sən səmimisən deyəsən, məni yalandan tərifləmirsən. Sənin fikri önəmli olmağa başlayır onun üçün. Amma sustuğun üçün də mən fikirləşirəm ki, yəqin ki, yaraşıqlı olduğumu düşünmürsən. Uşaq öz beynindəki çatışmaları səsləndirməyə başlayır. Bəli, aqressiya patlayır, göstərir. O stulu vurmağı, qızın belə üzünə qədər gəlib dayanması, orada da ona xas olan bir şey deyildi. O temperamentdə uşağa xas bir şey deyildi. Orada da qızın üzərində əks olunan o qorxu, o uşaqdan o qorxunu, o davranışı gözləmirdi əslində sanki. Bir yerdə bəlkə də ümidi var idi ki, məsəl üçün də bunu eləyə bilməz, bu cinayəti və s. və axır. Elədiyi hərəkətlər birbaşa göstərirdi ki, bu uşaq A vəziyyətindən Z vəziyyətinə gələr, tam əks mövqelərə keçə bilər. Yəni çox sakinkən belə oturub heç nəyə danışmaq istəyir. Birdən-birə içindən o
cini emosional çıxartmışdı. patlamanı görmüş oldu. Və ondan sonrasında da uşaq atasına zəng edərək deyir ki, mən deyəsən etiraf eləyəcəm. Ora qədər orada bir iki hissə var. Onu da istəyirəm ki, səninlə müzakirə eləyək. Yenə də Yəni o fikrini psixoloqun almadan. təsiri olur, onu Bəli. demək istəyirəm. Hə. Psixoloq Etiraf təsiri olur. etməyi qəbul eləməsi. Aha, və orada atası haqqında da suallar verir. Bax, bayaq dediyi narsistik qırılma, böyük ehtimal ki, bu artıq cinayət eləməsi bir antisosial şeydir də, şəxsiyyətin pozuntusudur, sərhəd halıdır. Uşağın şəxsiyyətinin formalaşmasına ciddi təsir göstərməyə başlayır. Atası haqqında da bilmirəm, fikirləri eşitdin, yəni yadındadır ya yox. Ya atasını çox pisləyirdi, ya da atasını aşırı tərifləyirdi. Dəyərsizləşdirmə və idealləşdirmə var idi. Borderline-lara xas olan bir şeydir də, bu savunma mexanizmasıdır. Uşaq özünü də başa düşmədən ya atasını çox yücəltirdi, ya endirirdi. Amma psixoloqun onunla danışması nəticəsində uşağın içindəki heç vaxt heç kəsin danışdırmadığı tərəf danışmışdı. Özü də öz içindəki canavarı görmüşdü. Və o son şey də məni çox etkilədi, zəng də çox etkilədi. Sanki burada bir nəfər artıq bu döngünü pozdu kimi gəldi mənə. O çox yaxşı ata olacaqdı bəlkə də sonrasında. Uşaq. Çünki özünü qəbul elədi. Ata, ana bir yerlərdə videonu gördüyü halda susub dursalar da, ona heç nə deməsələr də, uşaq bir yerdə çox qəribə şeydir. Həqiqətən danışanda da çox belə qəribə hisslərə bürünürəm. Mənə ağır gəlmişdi. Uşağın orada özünü qəbul eləməyi, bir yerdə başa düşür ki, artıq mən eləmişəm bu caniliyi, canavarlığı. O psixoloqun çox uğurlu konuşmasının da nəticəsində, amma bir il sonra. Yəqin ki, indi orada bəlkə bir il ərzində seanslar gedib. O sondakı şey bir il sonraydı. Bir il sonraydı, bəli. Ata ilə ananın dağlaşması bir il sonraydı. Və bir il təsəvvür elə, uşaq boynuna almır, askıda qalıb, ata ilə ana heç nə eləmir. Hətta bir şey əks olunur. Dururlar səhər-səhər, ad günüdür kişinin, oradan nə bilim, atkritkalar gəlir. Mənə məsəl üçün bu düzdür, həyat davam eləyir, amma bu qədər yaxşı davam eləməməli idi kimi gəlir. Yəni evdə də bir uşaq var, onun da psixologiyasını düşünmək lazım. Bir qız uşağı var evdə də, onun da psixologiyasını düşünmək lazım. O tərəfdən mən problemli görmədim, amma bir dənə şeyi gördük ki, sonda Mən uşağı deyəsən çox içsəlləşdirmişəm. ata və ana bir araya gəlib nəyi səhv elədik mövzusunda dilə gətirdikləri mövzulardan belə başa düşdük ki, onlar heç bir şey başa düşmədilər. Yəni uşağın yetişdirilmədə nəyi səhv elədikləri mövzusunda yenə də heç bir fikirləri formalaşmayıbdı. Olmadı, özlərini aklamağa çalışdılar. Özlərini günah hissini, öz günah hisslərini bastırmağa çalışdılar, yumşaltmağa çalışdılar. Birisi məsəl üçün bunu belə elədik dedi, o birisi dedi ki, yox sən yaxşı ataydın, o birisi dedi ki, sən yaxşı mamaydın. Sən yaxşı anaydın. Sürekli bir-birini övə-övə. Hə, yəni bu şəkildə belə bir Əslində bir-birinin təşvişini gidərməyə, təşvişlərini gidərdilər və həqiqətən səbəbi yəni nəyi səhv elədik, deyək ki, üçüncü uşaq olsa nəyi fərqli edərdik nöqtəsinə gəlib çıxmadılar və yəni məncə faydasız bir o şey oldu, bilgi bir-birlərindən belə bir paylaşma oldu. Yəni bir-birlərini duyğu olaraq şey elədilər, təskinləşdirdilər, o ayrı. Amma həqiqətən səhv axtarışındasansa əgər, o suallardan bir şey çıxmadı yəni. Və burada məsəl üçün sən pis atasan da deyə bilməzdi, sən pis anasan da deyə bilməzdi. Zaten amma olay o deyil. Biz harda səhv elədik ən azından. Yəni zaten olay oradakı doğru sualların verilməsi və doğru cavabların tapılması ilə əlaqə idi. Bunu bəlkə də onlar cütlük şəklində bir ailə terapistinə getmək onlara faydalı olardı. Kişi uşaqlıqdan tək terapiyaya getmək cütlük şəklində mi gedəcək? Önəmli olan və digər məqamlardan biri sonda əks olunan uşağın otağı idi. Uşağın otağı diqqətini çəkmişdi. Uşağın otağını xatırlamağa çalışıram sən. İçəridə bir divar uzay formasındadır. Belə səma, kosmos, orada uşağın arzuları var böyük ehtimal. Yatağın üzərində də bir dənə ayıcıq var, kukla. Və digər tərəfdə atanın da o dediyi, ürək nə istəyib almışıq dediyi, kompüteri var, oyun konsolu var, qulaqçıqları var. Bir ara onunla da günahlandırdılar ki, biz kompüter istədik, kompüter aldıq, sonra kompüterə çox qapandı.
görəsən oradanmı, internetdənmi bir şeylər səhv getdi. Elə bir şey də oldu ki, uşağı nə pozdu deyə axtararkən Kompüterin üstə atmaq istədilər bir ara. internetin üstünə atmaq istədilər. Təbii ki, bunların da təsiri var. Sosial medianın və orada yeniyetmələr arasında münasibətinin təsiri var, amma biz bu gün ata-ana mövzusunu ələ almaq istədik. Və hə, o otaq bir tərəfi uşaqkən çox canlı, çox həyat dolu, arzuları olan bir uşağı əks elətdirdiyi yerdə. Oraları görməyib. Digər tərəf isə Yəni uşaq orada göstərib ki, yəni iç dünyasını orada divara Azərin verdiyi sual cavabını tapdıq. yansıdıbdır. Aha, bəli. Hə, ora heç diqqət etməyiblər valideynlər. Əslində astronavt olmaq da bir şeydir də, qeyri-adi bir istəkdir bir uşaq tərəfindən. Valideyn istəsə, ona görə deyirdim, övladın başa düşmək üçün hər yolu Bir var. çox ipucuları var. Çünki biz məsəl üçün böyüdüyümüz ərəfədə pasientlərdən görürük də münasibətlərə giririk, valideynlər deyirik, yox ay bala, bu adam sənlik deyil, o adam sənlik deyil. Mən pasientlərdə çox görürəm bunu. Əslində həqiqi mənada valideyn uşağını o qədər yaxşı tanıyır ki, kimin nə üçün, necə münasibətdə ola biləcəyini və bilməyəcəyini də bilir. Burada önəmli olan bilib, izah edib kənarda durmağı bacarmaqdır sadəcə. Mən deyərdim ki, hər insan eyni dərəcədə müşahidəçi deyil deyənə. Bəlkə də. Bəzi insanlar daha yaxşı digərlərini müşahidə edib, uşaqları belə də, yəni ki, öz uşaqlarını müşahidə edib istəklərini başa düşə bilirlər. Bəzi valideynlərdə isə o bacarıq olmadığı üçün, müşahidə edib anlamaq bacarığı olmadığı üçün öz uşaqlarını heç tanımırlar, nərdəysə də demək olar. Belə bir şey. Sən öz uşaqlarını nə qədər tanıyırsan? Onu zaman göstərəcək. Aha. Tanımağa çalışıram amma ən azından məsəl üçün onların həqiqətən öz duyğularını, nə istədiklərini, yəni ki, birinci növbədə mən öz hisslərimi kənara qoyuram. Uşağın hisslərindən məşğul oluram ki, bu dəqiqə nə istəyir, nə anlatmağa çalışır, nə ehtiyacı var. Bunlara odaqlanmağa çalışıram. Valideyn olmaq məncə möhtəşəm bir hissdir. Yəni ki, bunu bir valideyn kimi təcrübə elədiyim üçün deyə bilərəm. Çox ona görə bu film mənə çox ağır basmışdı bir yerdə. Yapımcılardan biri Brad Pitt idi. Fikir vermişdim. Yox, ona o hissəsi sənlik. Onlara da mən fikir vermirəm. Brad Pittə hörmət elədim, yəni. Diyorsun. Sağ olsun belə bir film ortaya gəlib deyə çəkilişi zaten bir kamera ilə çəkilib deyəsən, onun özünün xüsusi bir yeri var. Artıq bunu da çəkiliş tərəfdən olan mütəxəssislər müzakirə eləsə daha yaxşı olar, bizim işimiz deyil. Valideyn olmaq möhtəşəm bir hissiyatdır, amma bir o qədər də məsuliyyətli bir hissiyatdır. Kesinlikle məsuliyyət tərəfi. Evet, məsuliyyət tərəfi çox ağırdır. Valideynsənsə bir yerdə övladın üçün hər zaman zamanın olmalıdır. Başqa bir variantı məncə yoxdur. Yəni ki, uşağa verə bilmədiyin o zaman əslində onun bütün gələcəyindən, bütün həyatından oğurluq kimi bir şeyə dönüşür. Yəni onu əhəmiyyətsiz bir şey kimi görməmək lazımdır ki, Bəli. yəni uşaq da öz halında böyüyər və yaxud da ki, işdir, gücdür, neyniyək, belə bir Yəni ki, şeylər. sıxışdırıb da bir şey eləmək mütləqdir. Önəmli olan burada nə qədər uzun zaman deyil, nə qədər gözəl zaman keçirdiyindir. Amma sən isə dediyin kimi həqiqətən də uşaqlarla çox yaxşı anlaşır. Hətta bəzən mən özüm də Mən deyirsən, hə. Sən deyirsən. Haberim yoxmuş kimi. Bəzən mən uşaqların ikisini də verirəm ona, gedirəm bir iş dalınca, deyirəm ki, 2 dəqiqə indi bunlar səs-küy salarlarda gələm görürəm ki, üçü də oturublar və bir işlə məşğuldular. Mən çox heyrətlənirəm və deyirəm ki, necə ola bilər axı bu uşaqlar mənim yanımda dayanmırlar, amma sənin yanında çox huzurlu bir şəkildə oynayırlar Ortaq bir-birinə. maraqlarımız çoxdur uşaqlar. Həqiqətən də ortaq maraqları çoxdur deyə bilərəm. Ümumiyyətlə bu yol çətindir, məsuliyyətlidir. Ümid eləyirəm ki, hər ikimiz üzərimizə düşən qədər məsuliyyətləri üstlənə biləcəyik. Belə filmlərlə də özümüzə sorğu-sual eləyib uşaqlarımız Məncə də, yəni ki, o psixoloq və psixiatrla bir yerdə konsultasiya edilərək çəkilən filmlər həqiqətən çox faydalı olur. Yəni xalqa yönəlikdə bir texniki danışanda insanlar çox başa düşə bilmirlər, amma görsəlləşdirmə var, hadisə var, ssenari var və o insanlara bir çox şeyi başa salır. Məsələn üçün Qırmızı Odaya baxacağınızda mənası orada ağlaşmalar, qucaqlaşmalar. çox adam sevir. Onlara baxacağınızda belə düzgün psixiatr və psixoloqla məsləhətləşilmiş seriallara baxmaq insan psixologiyası haqqında daha çox məlumat. Niyə görə bəs buradakı psixoloq ağlamadı? Elə bir şey yoxdur yəni. Qırmızı Odadakı travmatizə edir adam əməli ana da gedir, qucaqlaşır, gedir, şey edir, səs tonunu bir dəyişdirir, bir elə olur, bir gözlərini. Yəni psixiatr və psixoloq dediyin şey özünüzə gəlin.
ağ səhifə kimi olmalıdır, ayna kimi olmalıdır. Xəstə ona baxanda özünü görməlidir. Yəni onun emosiyaları dəyişməməlidir. İç duyğularını özünə saxlamalıdır. Yəni ona görə qırmızı odadan nifrət edirəm. Yəni ki, səhv süf, yəni get qonşunla söhbət elə, ağlaşın, qucaqlaşın, bunda bir problem yoxdur. Yəni. Təəssüf, belə şeylər də var. Çox sağ ol Azər. Çox bəyəndim, çox xoş oldu mənə. Belə bir-birimizdən əvvəldən müzakirənin olmaması da sözün düzü xoşuma gələn şeylərdən biri oldu. Ümid edirəm ki, izləyənlərin də xoşuna gələr, bəyənərlər, fikirlərinizi gözləyirik. Mən də təşəkkür edirəm. Həqiqətən belə bir təşkilatçılıq səndə idi, çünki belə bir mövzunu gətirdin. Çoxdan da ikimiz də izlədikdən sonra müəyyən duyğulara qapılmışdıq və o duyğuları bu gün müzakirə edəndə bir daha gəldik. Mən səndən fərqli şeylər, fərqli tərəflərdən baxışları gördüm. Onlar mənə çox xoş gəldi. Gözəl müzakirə oldu məncə. Təşəkkür edirəm. Çox təşəkkür edirəm. Sağ olun. Sağ olun, görüşərik.